Salam dostlar, bugün ayın 22-sidir, daha doğrusu gecədir. 2 işləyib gecə səhərə doğru və indicə gəlib xəstəxanadan evə çatmışam və heç nə yemədən bu videonu çəkmək qərarına gəldim. Çünki bəzi postlar paylaşmışdım Facebookda, Instagramda və altına bəzi şərhlər yazırlar. Bilmirəm Azərbaycanlılardır ya erməni pərəstlərdir, ya ermənilərin Azərbaycandakı trollarıdır, ya ermənilərin buradakı trollarıdır, bilmirəm. Mənfi rəylər yazdılar. Bəziləri çox müsbət rəy yazanlar da var. Bir bağda açıqlıq gətirmək istəyirəm. Hal-hazırda Los Ancelesdə yaşayıram və Los Ancelesdə Yerevandan sonra ən çox erməni kütləsi yaşayan şəhərdir. Yəni elə bilin ki, Yerevanda səhv eləmirəmsə 1 milyona yaxın erməni yaşayır və burada da yəni 600 min rəsmi qeydiyyatda olan ermənidir. Yəni 1 milyona yaxın çox güman ki, belə erməni var. Yəni 1 milyondan da çox deyirlər burada yaşayanlar hətta. Yəni biz elə bil ki, Yerevanda, Ermənistanda mitinq keçirmişik və bizim azlığımız da odur ki, Azərbaycanın burada o qədər də əhalisi yoxdur Los Ancelesdə. Yəni hansı ki, East Coastda, yəni Bostonda, New Yorkda, Washingtonda olan qədər heç Azərbaycanlı burada yaşamır. Təkcə Los Ancelesdən gedir söhbət. Hansı ki, bizdə 2 dənə bu gün tədbir var idi və yarısı başqa, yəni Kaliforniyada 2 tədbirimiz, aksiyamız var idi. Yarısı digər aksiyaya, yarısı bu aksiyaya bölünərək, təbii ki, hamı iştirak eləməmişdi, amma 70% ən azından iştirak eləmişdi. 72-73 nəfər sayıldı, səhv eləmirəmsə, 72 nəfər sayılmışdı bu aksiyaya gələn Azərbaycanlılar içində. Sağ olsun, hər kəs iştirak elədi, yəni iştirak eləyənlərə sağ ol, təşəkkür edirəm. Və onu demək istəyirəm ki, aksiyada 3-4 mindən çox erməni rahat, yəni 4 mindən çox erməni var idi və məncə bizim burada iştirak eləməyimiz, yəni 70-75 nəfər arasında belə deyək, iştirak eləməyimiz özü böyük bir güc, qüvvə kimi bir şeydir. Çünki bu qədər erməninin qarşısında durmaq çox böyük bir şeydir və bizə bu videolarda görünən hansı ki, erməninin qabağından qaçırsan videolarını açıqlıq gətirmək istəyirəm. Birincisi, o qədər erməninin qarşısında təbii ki, yəni dayanmaq olmaz. Nəyə görə dayanmaq olmaz? Polislər onlar tərəfə idi. İlk öncə polislər, yəni Los Angeles Polis Departamenti maksimum dərəcədə çalışdı ki, onların qarşısını alsın, amma onlar hücum eləyirdilər və bu Los Angeles, yəni o videoda gördüyünüz hansı ki, bizim arxamızca gəlirdilər. Orada bizim xanımlarımıza, yəni kameradan arxada xanımlarımıza hücum edirdilər və o yəni hər tərəfdən blokadaya alırdılar. Yəni hər tərəfdən gəlirdilər ermənilər. Ona görə ki, yəni çoxdular, yəni hər küçədən, hər yerdən çıxırdılar və xanımlara hücum edirdilər və oradan gələn oğlanlar xanımlara doğru gəlirdilər ki, heç olmasa xanımların yanında olsunlar, hər nə olsa belə. Və oradan qaçmağa da, yəni səbəbdən biri, yəni o şeydən bizim çıxmağımız, yəni o sahədən bizim çıxarılmağımıza səbəb Los Angeles Polis Departamenti oldu. Hansı ki, o polislər bizi məcburi şəkildə siz burada yəni mitinqi, aksiya eləyə bilməzsiniz deyərək çıxartmağa çalışırdılar. Təbii ki, bunların ya arvadları, ya nə bilim xalaları, əmləri, dayıları ermənidir bu polislərin çoxsunun, ya da tanışları var. Yəni çünki bu qədər erməni hər yerdə əlləri var. Amma mən fəxr edirəm ki, bugünkü aksiyada iştirak edən hər bir Azərbaycanlı ilə, çünki həqiqətən çox mərcəsinə iştirak elədik. Yenə deyirəm, orada olan hər bir hadisə, yəni bir Azərbaycanlının üstünə hətta 7-8 nəfər erməni düşüb, yəni Azərbaycanlını xəstəxanalıq eləyən bir yerdə məncə biz haqlıyıq və erməni vəhşiliyini dünyaya tanıdacaq əlimizdə videolar var və kadrlar var və hətta bəzi xəbər saytları belə o kadrları çəkib. Məncə yəni burada heç bir haqsızlığımız ya da ki, heç bir zəifliyimizi göstərmədik. Sadəcə və sadəcə orada Los Angeles Polis Departamentinin və orada yerli erməni pərəstlərin bir balaca səhvi nəticəsində, yəni o ermənilərə işləməsi nəticəsində bir balaca bizim yerimizi tərpətdilər. Yəni belə deyək, məcburi şəkildə oradan çıxartdılar və bizə qoruyacağına söz verən polislər bu erməniləri buraxdılar və o əllərində silah olan, əllərində dəmir olan, hətta orada xanımlarımızın bir neçəsinə atıblar, oğlanlarımızı atıblar.
adi su butulkasını, dondurulmuş su butulkasını gətirib onlar atırdılar bizə. Mənim otaq yoldaşım burada Elnur var. Onun qolundan güllə ilə vurub. Güllə deyəndə yəni o rezin atan nədirsə, silah idisə, tapanca idi, nə idisə, yəni çox pis qolu zədələnib. Yəni mümkün qədər onların şəkillərinin hamısını paylaşacağam. Yəni belə yəni əllərində silah var idi. Yəni odlu silah deyildi, amma belə bir ən azından belə silahları var idi. Yəni hətta orada çəkiclə gələn var idi. Mən gördüm. Yəni videolarda da indi paylaşacağam, görəcəyik. Yəni belə amansızlıqla olunan hərəkət, yəni necə deyim, bu ermənilərin bu qədər çoxluğunun və belə vəhşicəsinə iştirakçının qarşısında məncə sıravi olaraq dayanmağımız da düzgün olmazdı. Yəni bilə-bilə, yəni burada heç nəyə uğrunda ölmək kimi ya da ki, nə bilim, yəni xəsarət almaq kimi bir şey olardı. Hərə bir cür fikirləşir, hamının fikrinə hörmətlə yanaşıram, amma bizim burada zəifliyimizi heç kim söhbət eləyə bilməz. Çünki həqiqətən 70-75 nəfərlə o qədər insanın qarşısında durmağımız, yəni başqa şəhərlərlə, dünyanın heç bir yerində olmayacaq hadisənin olacağını bilə-bilə biz ora getdik və döyüş meydanında onlara kifayət qədər sözümüzü, mesajımızı çatdırdıq. Yenə deyirəm, hadisə durduğu yerdə olmayıb. Yəni bizi Los Angeles Polis Departamenti, yəni çıxın buradan gedin deyərək və bizi maşınlarımıza doğru apararkən o ermənilərin yəni arxamızı dönüb gedərkən ermənilər, yəni kimin ki Los Angeles'da yaşayan dostu, tanışı var, məlumat alacaq yəqin ki. Ermənilər arxada polislər saxlayıblar. Bir neçə videolar qoyacağam indi gələcək bundan sonra. Erməniləri polislər buraxıblar və onlar hücum eləyiblər bizə. Yəni əllərində, yenə deyirəm, hər hansı alətlər ola və bir nəfərin üstünə bir neçə erməni düşmüşdü. Yəni ən azından 3-4 nəfər. Videolar hamısı var. Videoları ayrıca paylaşacağım və 4 nəfər xəstəxanaya daxil oldu, yəni xəstəxanada yatdı. 3-4 nəfər çöldə, yəni buzla, nə bilim, bir neçə yarılmış yerlərini müayinə elədilər. Bir xanımımızın yəni qolunu zədələyiblər və qarnına təpiklər vurublar. Yəni bu erməni vəhşiliyinin qarşısında yəni bacardığımız qədər güc göstərmişik və yenə deyirəm, orada xanımlarımız olmasaydı, oğlanlarımız olsaydı bəlkə sonuna qədər də dava eləmək, nə lazımdırsa eləmək olardı, amma həqiqətən vəhşicəsinə çox pis hücumlar elədilər və burada əlavə eləyə biləcəyim şey, yenə deyirəm, mən hər bir Azərbaycanlı ilə, hər bir soydaşımızla fəxr edirəm ki, bu böyük döyüş meydanında, yəni belə bir kütlə ilə onların qarşısına çıxıb mesajımızı verdik. Çox sağ olsun, hər bir insan bu meydanda iştirak elədi. Məncə biz həqiqətən çox igidlik göstərdik. Çünki biz Ermənistan kimi bir yerdə, yəni Ermənistanda belə deyək, aksiyamızı göstərdik, yəni onlara sözümüzü dedik. Çünki burada zarafat deyil, dünyanın elə bir yeri yoxdur ki, elə bir şəhəri yoxdur ki, ermənilərin bu qədər yaşasın, yəni yaşadığı yer olsun. Yəni məlumatı olmayanlar ola bilər. Bu məlumat verici video kimi paylaşıram. Hər kəsin məlumatı olsun ki, burada az kütlə deyil, 1 milyondan çox erməni yaşayır. Rəsmi olaraq 600 min və qeyri-rəsmi, yəni ümumiyyətlə ümumi sayıma görə 1 milyondan çox erməni yaşayır. Maksimum dərəcədə biz onlara heç bir şiddət eləmədən sonlandırmağa çalışırdıq. Çünki biz öz torpağımız uğrunda sülhlə ya da ki dava ilə almağa hazırıq, amma burada biz dava eləməyə getməmişdik. Yəni dava da eləməmişik ya da heç bir erməniyə zərər göstərməmişik. Təbii ki, bu ermənilərin bizə elədiyi bu şiddətin qarşısı olacaq, yəni qarşılığı olacaq. Rəsmi yollarla bütün xəbər saytları artıq Amerikada bu barədə danışır. Yəni bunun qarşılığı 100% olacaq. Yəni mən yenə də deyirəm, sonsuza qədər də fəxr edirəm və dünyanın heç bir yerində olmayan bir aksiya oldu. Yəni ermənilərlə Azərbaycanlılar arasında, yəni heç bir yerdə belə bir şey olmayıb və ilk dəfə idi ki, Los Angeles'da belə bir aksiya keçirilirdi. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Ehtiyatlı olun siz də, hardasınızsa, dünyanın hansı yerində olursunuz olun. Azərbaycandasınızsa yenə də ehtiyatlı olun. Çox sağ olun. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Aksiya haqqında videonu əlavə çəkəcəm. Bunu belə tez çəkməyimin əsas səbəbi bu barədə məlumat vermək istəyirəm. Çünki çox adam elə bilir ki, burada da 50-100 nəfər erməni var, amma elə deyil.
Bura Ermənistandır. Yəni Little Armenia, Los Angeles'da Little Armenia deyilən bir şəhər var. Yəni kiçik Ermənistan deyən bir şəhər var. Yəni hətta bəzi ermənilərin yaşadığı bir bölgə var ki, Glendale, orada təndir belə qoyub satırlar, yəni elə bir yerdədir. Bu qədər. Çox sağ olun izlədiyiniz üçün təşəkkürlər.